Uşaqlar baxırıq birinci suala. Birinci sualda bizə veribdir ki, böləni 2 dəfə azaltdıqda bölünəni necə dəyişmək lazımdır ki, qismət 10 dəfə azalsın. Bunun üçün belə bir düsturumuz var. Surətə yazıram bölünən, məxrəcə yazıram bölən, bərabər. Surətə yazıram qismət, məxrəcə yazıram 1. İndi uşaqlar yadınızda saxlayın ki, bölünənin neçə müəyyən qədər artırılması dəfə deyəndə, artırmaq deyəndə nəyin artırılması deyilirsə onun yanına yazırıq. Nəyin azaldılması deyilirsə onun yanına yazmırıq. Yəni misal üçün bölünəni 2 dəfə artırmaq deyəndə 2-ni bura yazıram. Bölünəni 2 dəfə azaldılmaq deyəndə 2-ni yanına yox, bura yox, bura yazmalıyam. Bax, bölünəni 2 dəfə artırılması deyəndə 2 dəfə azaldılması deyəndə aşağı yazmalıyam. Böləni 2 dəfə artırmaq deyəndə bölənin yanına yazmalıyam. Böləni 2 dəfə azaltmaq deyəndə yuxarısına yazmalıyam. Yəni, nəyin artırılması deyəndə yanına yazırıq, nəyin azaldılması deyəndə onun yanına yazmırıq. Aşağıdadsa yuxarı yazmalıyıq, yuxarıdadsa aşağı yazmalıyıq. Eləcə də qismətdə də eyni şeydir. Qismətin artırılması deyəndə yazırıq, yanına yazırıq, azaldılması deyəndə aşağı yazırıq. İndi keçək misalımıza. Misalda bizə veribdir ki, böləni 2 dəfə azaltdıqda böləni 2 dəfə azaltmaq deyirsə, deməli bu 2-ni böləni yox, yuxarıdan yazmalıyam. Azaltma deyirsə böləni yanına yaza bilmərəm. Necə dəyişmək lazımdır ki, qismət 10 dəfə azalsın. Deməli, qismət 10 dəfə azalsın. Azalma var deyə bu onu qismətin yanına yox, aşağı yazmalıyam. Bura 10. İndi bizdən sualda nə istəyir? Bölünəni necə dəyişmək lazımdır? Bölünənə. Bölünəndə nə eləmək lazımdır ki, bura 10 eləsin? Deməli, bölünəndə, misal üçün, bölünəni x dəfə azaltsam, niyə aşağı salsam? X dəfə azaltsam, 2 bölə x bərabərdir, onda 1 alınır ki, buradan da çarpaz vuranda x 1-ə vurulmalıdır, 2 ona. 2-ni də ona vuranda eləyir 20. Deməli, bu 20 aşağıda olmalıdır, düzdür. Yəni, bölünəni 20 dəfə yanında deyil, deməli 20 dəfə azaltmalıyam. Aydın da olacaqdır B variantı. Davam edək, ikinci suala keçirik. Bizə veribdir 100-dən çıxılsın 108, 106 çıxılsın 104, 102 çıxılsın 100. Nöqtə bu azalıbdır ta ki 10 çıxaq 8, 6 çıxaq 4, ən sonda 2 var. Diqqətlə baxırıq. 110-dan 108 çıxan neçə eləyir? 2. 106-dan 104 çıxan neçə? 2. 102-dən 2 çıxan neçə? 2. Ta ki bu davam eləyəcək. 10-dan 8 çıxanda 2, 6-dan 4 çıxanda 2, üstə gəlinsin. Ən sonda bir də burada fərqli olan bir dənə başqa 2 var. Biz indi tapmalıyıq ki, buradan bura neçə dənə 2 var. Baxırıq ki, müsbətlərdən mənfilər 4, 8, 12 belə-belə artır. Ta ki 108-ə kimi. Müsbətlər 6, 10, bunlar da 4 artır. 14, ta ki 110-a kimi. Biz tapmalıyıq ki, indi fərqi yoxdur. İstəyirsiniz 4-ə görə gedin sayını tapın. İstəyirsiniz 6-ya görə gedin sayını tapın. Zaten hərəsindən sayları eyni olmalıdır bunların. Baxıram ki, 6, 10, 14, nöqtə ən sonda 110-a kimi neçə dənə ədəd var. Yəni, bunun sayını tapsaq, deməli, burada da 2-dən o qədərdir, say qədərdir. Bizdə də belə say düsturu yazmışdıq. Sonuncu ədəd çıxılsın birinci ədəd, bölünsün aralarındakı fərq 4 arta gedirlər. Üstə gəlinsin 1. 110-dan 6 çıxanda 104 edir. 104-ü 4-ə böləndə 26 edir. 26-nın da üstünə 1 gələndə edir 27. Bizdə indi deməli burada 2-dən 27 dənə var. 27 dənə 2-nin toplanması ilə 2-yi vuraq 27 deməkdir. Buradan alırıq 54. Amma biz bilirik ki, bura kimi 54-dür. Üstünə də bir dənə 2 gələndə alacaq 56. D variantı. Davam edək. Bizə verib 2, 4, 6, yəni 22-yə kimi cüt ədədlərin cəmi A olarsa, 1502, 1504, 1506, ta ki 1522-yə kimi cəmini hesablayın deyir. Biz 1502-ni 1500 üstə gəlsin 2 şəklində, 1504-ü 1500 üstə gəlsin 4 şəklində, 1506-nı 1500 üstə gəlsin 6 şəklində, ta ki 1522-ni 1500 üstə gəlsin 22 şəklində yaza bilərik. Sonra da burada bilməliyik ki, 1500-dən neçə dənə tutalım x qədərdirsə, 1500-ü x-a vurub üstünə 2, 4, 6, 8, yəni 22-yə kimi olan üst ədədləri gəlməliyik. Və misalda verib ki, 2-dən 22-yə kimi üst ədədlərin cəmi A-dır. Biz isə burada 2-dən 20-yə kimi üst ədədlərin sayını bilsək, deməli x-i tapmış olarıq. Yəni x sayı
deməkdir, bərabərdir. Düstur nə idi? Sonuncu ədəd çıxılsın birinci ədəd, bölünsün aralarındakı fərq. Cüt ədədlər 2, 2 artıq üstə gəlsin bir ədədi. 22-dən 2 çıxanda 10, 20, 20-ni 2-yə böləndə 10, 10 üstə 1 gələndə 11. Deməli, burada 1500-dən 11 ədəd var. Biz deməli 1511-ə vurub üstünə A-nı gəlməliyik. 1500-ü də 11-ə vuranda eləyəcək 16500 üstə gəlsin A. Yəni C variantı. Davam edirik. A, B, C natural ədədləri üçün AB biz bilirik ki, A ilə B-nin arasında nədir? Vurmadı. A vur B bərabərdir 17. B vur C bərabərdir 27 olarsa bizdən A topla B topla C-ni istəyir. Uşaqlar 17 sadə ədəddir. Sadə ədəddirsə deməli sadə ədədlərin bölənləri nədir? 1 və özüdür, düzdür. Deməli bu 1 vuraq 17 ola bilər ya da 17 vuraq 1 ola bilər. A indi 1 olanda B 17 olmalıdır. Amma burada B 17 olanda 17-ni nəyəsə vuranda 27 eləmir. Deməli A-nımız 17 götürürük. B-mizi 1 götürürük. B-ni 1 götürəndə 1-i nəyə vuranda 27 eləyər? 27'ye. Deməli C-miz də 27'dir. Bizdən də A topla B topla C-ni istədiyinə görə 1 üstə gəlsin 17, üstə gəlsin 27. 27'nin də üstünə 18 gələndə eləyəcəkdir 45. A variantı. Devam edək 5-ci sualda. Bizə deyir ki, qarşılıqlı sadə ədədlərdir. Bu 5x üstə gəlsin 2 ilə 7y minus 1. Bu deməkdir ki, bunların əbubu 1-ə bərabərdir. Yəni o ən böyük ortaq bölənləri 1-dir. Ona görə də bu tənliyi uşaqlar ən birinci sadələşdirməliyəm. Bu tipli sual topluda da var. İndi 26-dan 34 ikisi də cüt ədəddir. Cüt ədədlər nəyə bölünür? 2-yə bölünür. 26-nı 2-yə böləndə 12 eləyir. 34-ü 2-yə böləndə 17 eləyir. İndi baxıram burada 13 nəyəsə vurubdur, alınıbdır 17-nin nəyəsə vurulması. Deməli uşaqlar burada 13 var, nə yoxdur 17 yox. Deməli bu hissə 17-dir, yəni 5x üstə gəlsin 2. Bu hissədə 17 var, 13 yox. Deməli bu hissədə nədir? 13-dür. Bu tənliyi biz həll etməliyik. Yəni yazıram 5x üstə gəlsin 2 bərabərdir 17. 5x bərabərdir 17-dən 2 çıxanda 15x də bərabərdir. 15-i 5-ə böləndə x. 7y çıxılsın 1 bərabərdir. 7y bərabərdir 14, y də bərabərdir 14-ü 7-yə bölündə 2. Bizdən x, y hasilini istəyir. 3-ü 2-yə vuranda alırıq 6. Buraya yazacaq 6. Ədəd 7-yə bölünüşdə qalıq hansı ədəd ola bilməz? Biz bu şifahi sualdır. Bölən 7 olanda alınan qalıqlar 7-dən kiçik ədədlər olmalıdır. 5 7-dən kiçikdir, düzdür. 6 düzdür. 8 amma 7-dən kiçik deyil. Yəni 8-i 7-yə böləndə 8 qalıq alına bilməz. Qalıq alınır 1. Ona görə də cavab olacaq C variantı. 6-cı sual. 7-ci sualda ədədinin 14-ə bölməsində alınan qalığı tapın. N bərabərdir 1 vuraq, 2 vuraq, 3 vuraq, 4 vuraq, 5 vuraq, 6, 7, 8, 9, 10, üstə gəlsin 5. Deyir, bu ədəd 14-ə bölünməz. Yəni, bu hissə də 14-ə bölünməlidir. Bu hissə də 14-ə bölünməlidir. Toplanan kimi ayrı-ayrı baxıram. Və burada baxıram ki, zaten 2-ni 7-yə vuranda 14 edir. Yəni, 2 ilə 14 ixtisar gedəndə burada qalır 1, burada qalır 7. Bu 7 ilə də bu 7 ixtisar gedəndə burada qalır 1, burada qalır yenə 1. Bu hasili də 1-ə böləndə elə o hasilin özü eləyir. Yəni, burada bu hissədə, birinci hissədə qalıq 0-dır. İkinci hissədə 5 14-dən kiçik olduğuna görə qalıq zaten 5-dir. Ona görə də qalıq olacaqdır 5. C variantı. Davam edirik. Həm 3-ə, həm 5-ə bölünən neçə 2 rəqəmli ədəd var? Uşaqlar, həm 3-ə, həm 5-ə bölünən ədədlər hansılardır? Bir ədəd götürək, A ədədi. Bu ədəd həm 3-ə bölünürsə, həm 5-ə bölünürsə, yəni bu ədəd 15-ə bölünür deməkdir, düzdür. 15-ə bölünən 2 rəqəmli ədədlər ilə birinci ədəd 15-dir, sonra 15-in 2 qatı 30-dur, sonra 3 qatı 45-dir, sonra 4 qatı 60'dır, sonra 5 qatı 75'dir, sonra da 6 qatı 90'dır. 1, 2, 3, 4, 5, 6. 6 dənə ədəd ola bilər də. Həm 3-ə, həm 5-ə bölünən, yəni 15-ə bölünən 6 dənə ədədimiz var. Sonra davam edirik 9-cu sualda. Deyir ki, ədədinin 5-ə bölünməsinə alınan qalığı tapın. 5-ə bölünmə qaydasını xatırlayırıq. 5-ə bölünmə qaydası nə idi? Sonu 0-la bitməli idi, ya da ki 5-lə bitməli idi, düzdür. Deməli, bu misalda sonuncu rəqəmlərə baxmalıyam. Mötərizənin içində birinci ədədin sonuncu rəqəmi nədir? 3-dür. İkinci ədədin sonu, bu 9-cu sualdır. İkinci ədədin sonuncu rəqəmi nədir? 1-dir. 3-ü 1-ə vurub, kvadrata yüksəldib, üstünə 3 gəlməliyəm. 3-ün kvadratı 9. 9-un üstünə 3 gələndə 12.
Hara baxmalıyam? Sonuncu rəqəmə 2. Deməli qalıq olacaqdı 2. C variantı. Sonra keçirik axırıncı suala, yəni 10-cu suala. 10-cu sualda bizə deyir ki, A ədədini 7-yə böldükdə qalıqda 5 alınır. Deməli, A ədədi bərabərdir. Natamam qismətə bir x desəm, 7-ni x-a vurub üstünə 5 gələndə A-nı alıram. Bizdən də 3A topla 2 ədədinin 7-yə bölünməsini istəyir uşaqlar. Deməli, 3 vuraq, biz A-nın yerinə gəlib burada x-li olan ifadəni yazacağım. Çünki A-nın 7x üstəgəlsin 5-ə bərabər olduğunu bizə verib. Bir də burada üstəgəlsin 2 var, onu yazmağı unutmayım. Çünki misalın şərtində zaten bizə onu veribdir. Üstəgəlsin 2 bərabərdir. 3-ü 7x-ə vururam, 3-ü 5-ə vururam. 21x üstəgəlsin 15, üstəgəlsin 2. 21x üstəgəlsin 17. Şuraları bura baxırıq ki, birinci hissəni də 7-yə bölməliyəm, ikinci hissəni də 7-yə bölməliyəm və alınan qalıqları tapmalıyam. 21-i 7-yə böləndə alınır 0 qalıq. Tam düşüb də qalığı yoxdur. 17-ni 7-yə böləndə qalıq olur 3. 0 qalığına 3 qalığını toplayanda cavab edir 3. Yəni olacaqdı C variantı. Mən sizə testlər atanda deyirəm ki, mənim şəklini çəkib atmağa ehtiyac yoxdur. Çünki siz submit eləyəndə və yaxud da göndərə basanda burada çıxır ki, artıq sizin cavabınız qeydə alınıbdır. View score-a baxıb öz balınızı da buradan görə bilərsiniz. Aydındır? Yəni hamısı bu düzdür, izah verdim. Tamam.